Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kul in kuntum tuhibbunallah fettebi'uni yuhibbukumullah. Yaghfir lekum zunubekum. Vallahu gafurur rahim. Sadaqallahul aliyyul azim. Əziz mömin qardaş və bacılar, hamınızı salamlayıram. Allah'tan dilərəm inşallah namaz dualarınız qəbul olsun. Bugün sizə inşallah Peyğəmbərin əxlaqı barəsində söhbət edək. Peyğəmbərin o gözəl əxlaqı və rəftarları ki, onları tanımaqla özümüz də inşallah Peyğəmbərin yolunda və Peyğəmbərin sünnətini yaşayanlardan özümüzə edə bilək inşallah. Söhbətə başlayan öncə oxuduğum ayəni tərcümə edeyim. Allah Teala Ali-İmran surəsinin 31-ci ayəsində buyurur ki, "Qul in kuntum tuhibbunallah." Peyğəmbər deyirəm, əgər istəyirsə də Allah sizi sevsin, fəttəbiuni. Mənə tabe olun, mənim yolumda addımlayın. Yuhibbukumullah. Əgər Peyğəmbərin yolunda və Peyğəmbər kimi yaşasaz, yuhibbukumullah. Allah sizi sevər. Necə ki Peyğəmbəri sevdi. Yaghfir lekum zunubekum. Allah sevdiyindən əlavə sizin də keçmiş günahlarınızı bağışlayar. Vallahu gafurur rahim. Həqiqətən Allah Teala bağışlayandır, mərhəmətlidir və mehribandır. Peyğəmbərin yolunda addım atmaq üçün Peyğəmbərin xasiyyətini, əxlaqını və rəftarlarını oxuyub, tanıyıb, əməl etmək lazımdır inşallah. Bir dənə hədis var. O hədisi oxuyum inşallah. Görə Peyğəmbər hansı əxlaqlarla tanınıbdır. Şu hədisdə gəlib, İnnallah təbarək və teala. Həqiqətən uca və əzəmətli, böyük, mərhəmətli olan Allah. Xəssə Rasulullah biməkaribil əxlaq. Allah Teala Peyğəmbərə bəzi əxlaqları öyrətdi və Peyğəmbər o əxlaqları özündə inkişaf elətdirdi. Və buyurur ki, "Fəmtəhinu ənfusakum." Siz də o əxlaqlarla özünüzü imtihana çəkin. Görün Peyğəmbər kimi o əxlaqa sahibsizmi? Hər nə miqdarda və nə həddə olur olsun. "Fəin kanət fikum." Əgər sizdə də o əxlaq varsa da, "Fəhmədullah əzzə və cəl." O əzəmətli Allah'a həmd edin. Şükür edin ki, siz də Peyğəmbər kimi o əxlaqdan bir miqdar da olsa sahibsiz. "Varğabu ileyhi fiz-ziyadə." Həmd eləyəndən sonra çalışın ki, o əxlağı özünüzdə daha da çoxaldasınız, daha da artırasınız. Minha, bunlar da o əxlaqlar. Hansı əxlaqlardır Peyğəmbəri bu qədər ucaltdı və Allahın ən sevimli bəndəsi elədi. Necə ki, təşəhhüddə deyirik, Həzrəti Peyğəmbər Allahın bəndəsidir və rəsuludur. Yəni Peyğəmbər birinci bəndə oldu. Birinci əxlaqınla Peyğəmbər ucaldı. Ondan sonra Allahın Peyğəmbəri oldu. Onlar bunlardır. Fəzəkərəha əşərətun. Hədis gəldi deyir ki, 10 dənə əxlaqlar var ki, Peyğəmbəri ucaltdı. Bəzi əxlaq kitablarında, məsələn, Əllamə Təbatabainin bir dənə kitabı var. Orada Peyğəmbərə 100-dən çox xüsusiyyətlər sayır. Amma onların ən şahı, ən üstünü bunlardır hədisə görə. Birincisi bu ki, əl-yəqin. Peyğəmbər yəqin əhli idi. O cür ki, Həzrət İbrahim əleyhissalam Bəqərə surəsində deyir ki, "İlahi, mənə yəqin bağışlayacaq, mənə yəqin verin. Heç bir şeyə qarşı sərimdə bir sual belə qalmasın." Amma bir halda ki, bizim Peyğəmbərimiz elə Peyğəmbər olanda da belə, olandan qabaq da bu sözdür ki, Peyğəmbər yəqin əhli idi. Ki, baxmayaraq ki, çoxlu əziyyətlər çəkdi, amma bilirdi ki, yəqin bilirdi ki, Allah ona kömək edəcək və Peyğəmbər dini hər yerə yayacaqdı. Birinci Peyğəmbərin xüsusiyyəti buydu. İkincisi bu ki, vəl-qinaə. Peyğəmbər qənaət sahibi idi. Yəni, Peyğəmbər israf eləməzdi. İndiki dövrümüzdə, xüsusən bəzi cavanlarımızın içində israf çoxalıbdır. Bu israflar insanları sıxıntıya salır. Bu israflar insanları çıxılmaz vəziyyətə salır. Onun üçün qənaət. Qənaət nə demək? Yəni, ehtiyacın olduğu miqdarında xərclamaq. Həzrət Yusuf Peyğəmbərin həyatında bir dənə diqqət eləsək, Yusuf Peyğəmbər Misr ölkəsini, o zaman oranın padşahının muavini olanda, köməkçisi olanda, vəziri olanda cəmaata dedi ki, 7 il ki, quraqlıq olacaqdır. Qənaətdən gəlin biz insanları qutaraq. Və Allah da göstərdi ki, Yusuf, Həzrət Yusuf, sən bilirsən ki, qənaət eləsən, səni və sənin yanında olanları biz qutaracaq. Peyğəmbər qənaət əhli idi. Və səbr, Peyğəmbər səbr əhli idi. O cür ki, Həzrəti Əyyub əleyhissalam misal gətirmək olar. Allah Teala Əyyub Peyğəmbəri 12 övladına sınadı. Amma heç zaman Allaha naşükür eləmədi ki, bu nə idi, əzabı idi, bu nə imtihan idi, mənə gəldi. Allahın qarşısında səbr elədi. Çünki səbr ən böyük nemətdir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, səbr etməklə özünüzə kömək alın. Səbr xasiyyətindən özünüzə kömək alın. Səbr çoxlu məsələləri həll edir.
ki, hədislərdə var ki, günahda, ibadətdə və müsibətdə insan səbr eləməlidir. Bu üç dənə vəziyyətdə səbirdən çıxsa insan çıxılmaz vəziyyətlərə və çıxılmaz çətinliklərə düşə bilər. Ona görə səbir ən böyük nemətdir. Üçüncü xasiyyəti Peyğəmbərin bu idi. Dördüncüsü budur ki, və şükrə, Peyğəmbər şükür əhlidir. Hey şükür elərdi ki, həmd olsun Allaha ki, bizim elə bu əlimizdə bu nemətimiz var. O şükrün nəticəsində Allah Taala ona Mədinə şəhərini verdi. O şükrün nəticəsində idi ki, Əyyub Peyğəmbər 12 övladından sonra Əyyub Peyğəmbər Allah təzədən cavanlaşdırdı və ona çoxlu övladlar verdi. Beşincisi budur ki, vəl-hilmə, Peyğəmbərimiz helimli idi. Helim nə demək? Yəni yumşaqlıq. Peyğəmbərə çətinlik yaradırdılar, Peyğəmbərə əziyyət edirdilər, amma Peyğəmbər ondan kobudluqların qarşısında yenə də Peyğəmbər nədir? Yumşaqlıq göstərirdi. Bəzi rəvayətlərdə gəlib ki, Peyğəmbərin başına zibil tökərdilər, Peyğəmbərə nalayiq sözlər deyərdilər. Onlar sıxıntıya düşəndə Peyğəmbər gedər onları ziyarət edirlərdi. Və bu əxlaqına görə çoxlu qeyri-müsəlmanlar və hətta kafirlər, müşriklər söndürən müsəlman oldular. Və husnəl xulq, Peyğəmbərin 6-cı xüsusiyyəti budur ki, Peyğəmbər əxlaq sahibi idi, gözəl əxlaq sahibi idi. Bir nəfər ona salam verəndə Peyğəmbər salamdan əlavə dua verərdi, dua eləyərdi. Bir nəfər o Peyğəmbərin ayağına qalxanda Peyğəmbər ona dua oxuyardı. Bir nəfər ona kobudluq eləndə Peyğəmbər səbr eləyərdi və bu səbri də öz övladlarına öyrətdi. 7-ci xasiyyəti Peyğəmbərin budur ki, və səxa, Peyğəmbər səxavətli Peyğəmbər idi. Yəni, özü yediyində başqasına da kömək eləyərdi. Özü yeyərdi, qonşusu ac qalardı, Peyğəmbər belə şey eləməzdi. Onca oldu Peyğəmbər. Hətta bəzi rəvayətdə var ki, Peyğəmbər bir günlərin bir dənə heyvan kəsdi ki, cəmaata paylaya. O qədər payladı ki, axırda yoldaşlarına bildi ki, Peyğəmbər bizə bir şey qalmadı. Peyğəmbər buyurdu ki, Allah yolunda verdiklərimiz bizim üçün qaldı. Yəni, yediklərimiz bu bir müddətli bir şeydir, keçdi, getdi. Amma Allah yolunda verdiklərimiz bizə axirət üçün qaldı. Sonuncu 3 dənəsi qaldı. Peyğəmbər vəl-qeyrə. Peyğəmbər qeyrətli Peyğəmbər idi. Yəni, din üçün zəhmət çəkirdi, din üçün haqqı deyirdi. Necə ki, İbrahim əleyhissalam. İbrahim Peyğəmbər öz dövründə ki, bütlərə insanlar pərəstiş edirdilər. Onların qarşısında İbrahim Peyğəmbər bütləri qırdı və hətta o məşhur hadisə ki, Quranda da işarə olunubdur və hamı da bunu qəbul edir ki, İbrahim Peyğəmbər Allahın təkliyinə görə bütpərəstliklə mübarizə elədi, qeyrəti gəldi, dinin qeyrətini çəkdi. Ona görə hətta razı oldu ki, bunu atəşə atsınlar, İbrahim Peyğəmbər haqq yoldan geri çəkilmədi. Qeyrətli insan iki yerdə qeyrətli olmalıdır. Biri dininə görə qeyrətli olmalıdır, ikincisi ailəsinə görə, namusuna görə qeyrətli olmalıdır. Hər ikisi də lazımdır. Elə ki, birini tutasan, birini buraxarsan, o cürə olmaz. Və şücaə, Peyğəmbərimiz şücaətli Peyğəmbər idi. Bəzi rəvayətdə gəlir, Həzrət Əli əleyhissalamdan nəql edirlər ki, İmam əleyhissalam deyə buyurur ki, ağır döyüşlərdə bəzən biz bacarmadığımız məsələdə Peyğəmbər irəli düşərdi. Yəni, Həzrət Əli əleyhissalamın şücaəti, bacarığı və döyüşdə olan qabiliyyətlərindən belə Həzrət Əleyhissalam özü buyurur, nəql olan hədisdə ki, deyir, bəzi çətinliklərdə biz Peyğəmbərə sığınardıq, Peyğəmbərdən yol gözləyərdik. Yəni, Peyğəmbər irəli keçərdi. Bütün döyüşlərdə ki, Peyğəmbər iştirak edibdi, heç bir döyüşdə arxadan dura yol göstərməzdi, özü meydanda iştirak edərdi. Vəl-muruvvə, Peyğəmbərin ən üstün xasiyyəti ki, bu həm dindara lazımdır, həm dindar olmayan hər bir insana lazımdır. İnsanlıq xüsusiyyətidir, yəni mərdlik. Mərdlik, ümumiyyətlə, mərdlik olmayan dini olmaz. Dini olan adam gərək mərdlik özündə ucalda. Ona görə, məsələn, demək olar ki, bir nəfər əgər dostluq edirsinsə, dostluğunu Allaha görə elə. Düşmənçi edirsinsə da Allaha görə düşmənçi olmuş, belə deyək bir tərəfdən. Düşmənçi edirsinsə da mərdliklə düşmənçi elə, kişiliklə düşmənçi elə. Peyğəmbər bu cür idi ki, Peyğəmbər bir nəfərdən əgər dost olarsa Allaha görə dost olardı, əgər düşmən olardısa da bilərdi ki, bu adam düşmənçiliyə layiqli bir adamdır ki, onunla düşmənçilik eləyək. Yəni, öz nəfsinə görə, ya öz marağına görə, öz hədəfinə görə Peyğəmbər heç kimdən düşmənçilik eləməzdi. Hətta o qədər Peyğəmbər, uca bir Peyğəmbər idi ki, Məkkənin fəthində eşitmiş olarsınız ki, Peyğəmbər Məkkənin fəthində Peyğəmbərə o qədər zülmlər elədilər, amma Peyğəmbər Məkkənin fəthində hamısına dedi ki, sizi azad elədim, gedin. Hətta onların içində bir nəfər ki var idi ki, Peyğəmbərin əmsi Həzrət Həmzə şəhidi
yəni o səbəb olmuşdu Həzrət Həmzə Uhud döyüşündə şəhid olsun. Onu hətta Peyğəmbər yanına gətirdilər. Peyğəmbər buyurdu ki, mən mərdliklə Allaha görə düşmənçilik edirəm. İndi ki Allah mənə qüdrət verib, mən səndən qisas ala bilərdim, amma Allaha xatir səni buraxıram. Deyirəm ki, Məkkədən uzaqlaş, səni görmüm. Səni görsəm, əmim yadıma düşür. Ona Peyğəmbər mərdlik elədi. Qüdrəti olduğu halda belə ona pislik eləmədi. Peyğəmbərimizin bu 10 dənə xasiyyətini inşallah özümüzdə yaradaq, özümüzdə yaşadaq və əgər varsa da onu çoxaltmağa çalışaq. Necə ki, hədis bizə tapşırır. Peyğəmbərin haqqında bir dənə başqa bir hədis də var. İnşallah onu da oxuyum, sözümüzü yekunlaşdıraq. Dosta əhəmiyyət barəsində. Yəni, bu Peyğəmbərin özünün şəxsi xüsusiyyətləri idi. Ondan başqa ictimai münasibətlərdə bir məsələ çox əhəmiyyət vermək lazımdır ki, o səbəb olur ki, bir nəfər gəlsin, dinində yaşat, dindar olsun. Yəni, məsələn, əgər mən meclis əhliyəmsə də, bəzən insanlara az bir diqqətdən biz elə bilərik ki, onlar da gəlsin namaz qılsın, onlar da gəlsin dindar olsun, onlar da gəlsin məscid əhli olsun. Peyğəmbər özündə 3 dənə xüsusiyyəti var dosta nisbətdə, onu istəyirəm oxuyam, çox dəyərli hədisdir. Hədisdə gəlib ki, Kana Rasulullah, Peyğəmbər bu cürüydü insanlara nisbətdə, xüsusən dostlarına nisbətdə. İzə fəqədə ər-rəculu min ixfətihi, Peyğəmbərin danışlarından, dostlarından, qonşularından, əgər bir nəfər, bir dostu tanıdığı adam görsənməsəydi, sələsə əyyam səələ ənhu, Peyğəmbər 3 gün o adamı görməsəydi, soruşardı onun barəsində. Deyərdi ki, hanı bu şəxs? Fəin kana qaibən də'a ləhu, əgər tapa bilməsəydilər, o zaman ki, məsələn, insanların bir-birinə əlaqə saxlaması çox çətin idi. Peyğəmbər deyərdi ki, bu adam yoxdursa da, oturardı Peyğəmbər onun haqqında dua eləyərdi. Möminin mömin haqqında, boynunda olan haqlarından biri də elə budur. Mömini tez-tez dua eləməlidir ki, qardaşının işi yaxşı olsun, din qardaşının işi yaxşı getsin və onu Allah öz pənahında saxlasın. Peyğəmbər birinci dua eləyərdi. Və in kana şahidən zarahu, əgər dostu, tanışı, qonşusu 3 gün gəlməsəydi, məsələn, məscidə, Peyğəmbərin yanına gəlməsəydi, bilsəydi Peyğəmbər yaxındadır və onun yanına getmək mümkündür, Peyğəmbər gedərdi, onu ziyarət eləyərdi, yanına gedərdi. İndiki zamanda Allaha şükür, hər şey inkişaf eləyibdir. Gedə bilməsə də ən aşağısı budur ki, telefonla ya vasitələr ki, çoxalıbdır, onunla soruşa bilər ki, niyə gəlmirsən, haradasan, niyə namazda yoxsan, niyə cümə namazına gəlmirsən. Bu, az da olsa belə, bu münasibətlər dostluğu bərkidər, dindarlıqları möhkəmlədər. Və axırıncısı budur ki, və in kana mərizən adahu, əgər Peyğəmbər sallallahu eşidərdi ki, dostu, tanışı, qonşusu, qohumu xəstələnibdir, 3 gündən çoxdur gələ bilmir, Peyğəmbər gedərdi onun ziyarətinə və ziyarət eləyərdi, onun əhvalını soruşardı ki, bu da isti münasibətin yaranmasına səbəbdir. İnşallah Peyğəmbərin sadaladığımız 10 dənə xüsusiyyətini özümüzdə yaşadaq, inkişaf elədək, çoxaldaq və ən əsası budur ki, özümüzü inkişaf elədiyimiz kimi dini vəzifəmizdir ki, dostlarımızı və tanışlarımızı inşallah din yoluna çağıraq və din yoluna çağırmaq üçün onların haqqında dua eləyək, onlarla görüşməyi heç vaxt yaddan çıxartmayaq, münasibətləri soyutmayaq, əgər gələ bilməsə də onların ziyarətinə inşallah gedək. Bu hədis də Məkarimul Əxlaq kitabının 1-ci cildin 55-ci səhifəsində gəlibdir. Allah Taala'dan diləyir ki, inşallah Peyğəmbərin yolçularından olaq, Peyğəmbərin sünnətini yaşayıb yaşadanlardan olaq və Peyğəmbər kimi Allahın sevdiyi bəndələrdən olaq. Bəli, əziz dostlar, qardaşlar, hər birinizə duacıyıq. Allahdan diləyirəm inşallah hər bir xeyirlər sizin haqqınızda Allah Taala nazil eləsin. Gələn görüşlərə və əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.